Bismillahirrahmanirrahim. Salam əziz dostlar. Mübarək Ramazan ayının ilk cümə günü hamınıza mübarək olsun. Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, Ramazan ayında Allah mənim ümmətimə 5 fəzilət əta edib ki, digər peyğəmbərlərin ümmətləri bu fəzilətlərdən məhrum idilər. Birincisi budur ki, elə ki Ramazan ayı daxil oldu, Allah mənim ümmətimə öz rəhmət nəzəri ilə baxar. Və Allah hər kəsə öz rəhmət nəzəri ilə baxsa, mənası budur ki, yəni ona əzab verməz. İkincisi, Həzrət buyurur ki, oruç tutanın ki, axşama yaxın ağzından pisi gələr, Allah buyurur ki, o mənim üçün ən gözəl ətirlərdən də qiymətlidir. Üçüncüsü, Həzrət buyurur ki, Ramazan ayının gecə və gündüzündə mələklər mənim ümmətim üçün istiğfar edərlər, Allahdan bağışlanmaq istəyərlər. Dördüncüsü, Allah mənim ümmətimə əta etdiyi fəzilət budur ki, Allah cənnətə əmr eləyər ki, cənnət özünü mənim ümmətim üçün bəzəsin və cənnət mənim ümmətimin həsrətində olar ki, haçan onlar gəlib mənə daxil olarlar. Beşincisi də budur ki, Ramazan ayının axırıncı gecəsində Allah mənim ümmətimin bütün günahlarını bağışlayar. Allah bu fəzilətlərdən bizi məhrum etməsin inşallah.